Əziz şagirdlər və dəyərli valideynlər, Türkiyə Ali Təhsil Şurasının, yəni Yüksək Öyrətim Kurulunun əcnəbi tələbələrin Türkiyə universitetlərinə qəbulu ilə bağlı 2026-cı ildə qəbul etdiyi qərarı diqqətinizə çatdırmaq istəyirəm. Əgər şagird Türkiyə sərhədləri daxilində fəaliyyət göstərən ali təhsil müəssisəsindən, yəni lisedən məzun olarsa, xarici tələbə statusundan yararlanaraq Türkiyə universitetlərinə imtahansız qəbul ola bilməyəcək. Bu halda o, Türkiyə Cumhuriyyəti vətəndaşları kimi YKS imtahanında, yəni Yüksək Öyrətim Kurumları sınavında iştirak etməlidir. Lakin əgər şagird Türkiyə Cumhuriyyəti sərhədlərindən kənarda fəaliyyət göstərən türk məktəblərindən məzun olarsa, xarici tələbə statusundan yararlanaraq Türkiyə universitetlərinə YKS imtahanı vermədən müraciət etmək və universitetlərə imtahansız qəbul olmaq imkanı əldə edə bilər. Bu səbəbdən Türkiyə universitetlərinə imtahansız qəbul olub bakalavr təhsili almaq istəyən şəxslərin bu qərara diqqət etmələrini tövsiyə edirik.